Salam aleyküm. Allah hamının malına bərəkət versin. 1 yanvar 2026-cı il. Allah ilimiz düşərli eləsin inşallah. Bu heyvan satılan heyvanlardır, boğazdır. Varanejdən gəlmə heyvandır. Bu ay ərzində doğacaq. Bu heyvan da həmçinin bu ay ərzində bir 15-20 gün doğuş olacaq. Bu heyvan da həmçinin 15-20 günə. Bu heyvan da yəni doğuşuna az qalıb. Bu heyvan dünən doğubdur, təzə erkək bala inandı. Qəşəng varanej maldır, südlü maldır. Bu heyvan hal-hazırda sağılır 12-16 litr döşündə südü var. Özdə 6-7 aylık boğazdır. Bu heyvan da həmçinin həm sağılır 16 litr, 17 litr, 18 litr sağılır 5-6 aydan yuxarı, 6 aydan yuxarı boğaz belə deyək də. Baba heyvan. Sonra keçdik. Bu heyvan doğmana az qalıb, bu ay ərzində doğacaq. Zaman heyvandır. Bu heyvanda bir 10-15 günə 20 gün, hamısının doğmana 15-20 günləri qalıb. Ən gecə ayın axına qədər. Bu heyvanda, bu heyvan ayın sabah bir gün bunun vaxtıdır. Bu heyvan da bir 5-3 günü qalıb doğmana. Bu heyvan ayın axırı doğuşdu. Bu heyvan da bu ay ərzində doğacaq. Bu düyəmiz inşallah doğuşuna deyək ki, bir həftəsi qalar, belə qalmaz. Bəlkə də bugün sabahlıq da ola bilər. Bu heyvan da ayın axırında doğacaq. Ayın axırında düyələr də var. Ayın axırı doğacaq. Bu heyvan da bu ayın axırıdır. Bu qırmızı düyəmiz də ayın axırıdır. İnşallah doğuşları yəni getiriblər. Hamısı yerin üstündədir heyvanlarımız. Belə keçdik bu tərəfə. Bax, bu heyvanımız yerini doldurub şükür Allah. Yəqin ki, belə başa düşürəm bir həftəsi 10 günü qalar doğmağına. Yerin üstündədir. Bu heyvan da varanej simentallardır, hamısı varanej mallardır. Bu heyvan da doğuşun çox az qalıb, iri mallardır. Bir 650 kiloluk mallardır, iki mallardır. Bu heyvan da doğmağına bu ayın axırı doğacaq bu düyə. Oradakı düyə. Bu heyvan da bu ayın sonuna kadar doğmalı. Düyədir birinci qarına. Bir də bu düyədə doğub 3 gün olar. Bu düyədə doğub 3 gün olar. Hələ təmiz südə düşmür deyə hələ bunun haqqında bir şey demirəm. Belə.